uşaqlar, nə yaxşı gəlmisiniz, mənim əziz dostlarım, necəsiz? Mənim oruç tutan dostlarım. Təbrik edirəm sizi. Bir ayda oruç tutmusunuz və axırda bugün bayramdır. Və təbrik edirəm sizi. Bəli, düz eşitdiniz. Bayram. Nə bayramı? Ramazan bayramı. Bu bayramın bir adı da var. Fitr bayramı. Bəli, bir ay zəhmət çəkdiniz, oruç tutdunuz. Qəşəng özünüzlə, iradənizlə və sizə böyük bir təbrik düşür. Bu bayram həm də sizin bayramınızdır. Bəli, uşaqlar, qəşəng oruç tutdunuz, bədəniniz təmizləndi, zehniniz itiləşdi, çox gözəl oldu. İndi uşaqlar, bundan sonra qəribə olsa da daha oruç tutmayacaq. Bəli, bədənimiz öyrəşib. Bu vaxtlar çay içmirdi, su içmirdi, yemək yemirdi. Amma indi nə edirik? Bugün bayramdır artıq. Və bir də bunu da deyim. Bayram necə bilirik? Baxın, siz göyə baxanda balaca bir nazik ay görürsünüz. Bax, bu axşamdan artıq bildirir ki, bizim bu ay dəyişildi. Nədir? Artıq bayramdır. Ramazan ayımız bitmiş olur. Bəli, uşaqlar. Mən də istəyirəm Ramazan süfrəsini hazırlayım. Hə, uşaqlar. İndi danışa-danışa sizlə danışım. Gözləyin, mən gedim qəşəng süfrənin üçün gətirim yeməyi. Sizlə də söhbət eləyirəm. Hə, uşaqlar. Nə deyirdim? Deyirdim ki, baxın, bu bayramı bizim dədə-babamız da qeyd eləyərdi. Çox önəmli bir bayramdır. Əlbəttə ki, bu bayram niyə önəmlidir? Bəli, bu Allahın ayıdır və onu biz şükür Allaha tuta bildik, orucumuzu, vəzifəmizi yerinə yetirə bildik və bu oldu bizim üçün böyük bir bayram. Və bunu müvəffəqiyyətlə sona yetirdik. Hə, gedim o birini də gətirim, sizlə də yenə danışıram. Deyirəm, uşaqlar, belə sakitçilikdir, hə, cırtdan da yoxdur. Ev yoxdur, cırtdan gəlincə biraz söhbət eləyək. Uşaqlar, siz necə? Siz də, yəni öz fikirləriniz mənə o qədər maraqlıdır. Və bir də yadımdan çıxmayıb, sizə bir qutu demişdim. O qutunun mütləq bizə şəklini çəkib göndərəcəydiniz. Və onun içindəki sözləriniz də bizə çox önəmlidir. Onları bizə oxuyub göndərin və yaxud da yazın. Hə, uşaqlar, eləmisiniz? Əhsən sizə. Deyirəm, uşaqlar, sözümü davam eləyərəm. İndi tapmacanın vaxtıdır. Gedək tapmacaya. Əhsən uşaqlar, getdik. Hə, uşaqlar, bugünkü tapmacamız bu cürdür. O yanı qaya, bu yanı qaya, içində sarı maya. Nə ola bilər cavabı görəsən? Yaxşı-yaxşı fikirləşin və cavabı cırtdana göndərin. Tapdınız? Tez yazın aşağıdakı nömrələrə, göndərin cırtdandan hədiyyə qazanın. Hə, cırtdan, istəyirəm uşaqlara, bugün sənin nağılımı danışım. Hə, nənə, mənim nağılımı danış, nə yaxşı. Biri var idi, biri yox idi. Bir nənənin balaca bir nəvəsi var idi. Onun adı Cırtdan idi. Bir gün dostları gəlib qapını döydülər və dedilər, Cırtdan, biz meşəyə gedirik, bizimlə gəlmək istəyirsən? Cırtdan sevindi. Ay nənə, nə olar, qoy mən də gedim də meşəyə. Hə, nənəsi güldü və dedi ki, gedə bilərsən. Amma getməmişdən qabaq həm Cırtdana, həm onun dostlarına yağlı çörək verdi. Uşaqlar yola düşdülər və meşəyə tərəf yollandılar. Biraz getmişdilər ki, gördülər, Cırtdan gəlmir. Dedilər, ay Cırtdan, sən niyə gəlmirsən?
Cırtdan dedi. Yorulmuşam. Nənəm sizə yağlı çörək vermişdi. Siz də gərək məni öz belinizə alıb aparasınız. Uşaqların əlacı kəsildi, cırtdanı belinə alıb apardılar. Çatdılar meşəyə, öz şələlərini yığdılar, düzəltdilər, yollandılar. Gördülər, cırtdan yenə də gəlmir. Ay cırtdan, indi niyə gəlmirsən? Şələ ağırdır. Uşaqlar meşədə şələlərini yığdılar, kürəklərini alıb yollandılar. Gördülər ki, cırtdan yenə də gəlmir. Dedilər, ay cırtdan, indi niyə gəlmirsən? Cırtdan dedi, nənəm sizə yağlı çörək vermişdi. Mənim də şələmi özünüzlə aparın. Onlar şələni də götürdülər, kürəklərini aldılar, yollandılar. Az getmişdilər ki, qaranlıq çökdü. Bilmədilər hara getsinlər. Bir tərəfdən işıq gəlirdi, bir tərəfdən iç hürürdü. Dedilər, ay Allah, ha tərəfə gedək biz? Cırtdan dedi, gəlin işıq gələn tərəfə gedək. Bəlkə biz onda yolu tapa bilərik. Onlar birlikdə işıq gələn tərəfə getdilər. Gördülər bir mağaradır və orada bir div yaşayır. Div bunları görüb dedi, nə yaxşı oldu. İndi bunları evə çağıraram, öz mağarama və axşam bunları yeyərəm. Ay uşaqlar, nə olub sizə? Hardasınız, hardan gəlirsiniz? Uşaqlar dedilər, biz yolumuzu azmışıq. Div dedi, gəlin içəri, istirahət edin, sabah yolunuza davam edərsiniz. Div onları içəri dəvət etdi. Onlara yemək verdi, yer göstərdi ki, onlar yatsınlar. Elə ki, yuxuya getdilər, div dedi, bunlardan birini artıq yeyim. Kim yatıb, kim oyaq? Cırtdan tez yerindən qalxdı. Hamı yatıb, cırtdan oyaq. Div dedi, cırtdan niyə oyaq? Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq qayğanaq bişirərdi. Mən onu yeyib yatardım. Div dedi, yaxşı, mən sənə qayğanaq bişirərəm. Div getdi, onun üçün qayğanaq bişirib gəldi. Cırtdan qayğanağı qabağına qoyub yedi doyunca və uzandı yatsın. Div biraz da gözlədi. Dedi, aha, indi yatıblar. Gəldi, yenə yaxınlaşdı. Kim yatıb, kim oyaq? Yatıb cırtdan oyaq. Div dedi, axı cırtdan niyə oyaq? Dedi ki, cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq xəlbirlə gedib çaydan su gətirərdi. Mən o suyu içib yatardım. Div dedi, yaxşı, mən sənin üçün gətirərəm. Xəlbiri götürüb çaya get. Nə qədər sudan götürdüsə, su xəlbirdən yerə töküldü. Vaxtdan istifadə edən cırtdan tez dedi, ay uşaqlar, durun ayağa, durun. Div bizi yemək istəyir. Uşaqlar həyəcanla qalxdılar. Tez şələlərini götürüb mağaradan qaçdılar. Gəlib yavaş-yavaş çaydan keçdilər. Səhər artıq açılmışdı. Div uşaqları çayın o səmtində görüb dedi, ay uşaqlar, hara gedirsiniz? Necə gedirsiniz? Necə keçdiniz çaydan? Cırtdan dedi, bura nə var ki? Sən də bizim kimi keçə bilərsən. Div dedi, bəs mən necə keçim? Dedi, nə var ki? Sən dəyirman daşını boynuma salacaqsan və çaydan keçəcəksən. Div buna aldandı, böyük dəyirman daşını boynuna keçirtdi. Amma cırtdan sudan keçəndə daş ağır olduğuna görə suda batıb getdi. Və cırtdan öz ağlı ilə öz dostlarını xilas etdi və onlar sevinə-sevinə öz evlərinə qayıtdılar. Hə cırtdan, nağılım xoşuma gəldi. Necə gördün, necə mən qəhrəman cırtdanam, dostlarımı xilas eylədim, ha? Salam uşaqlar, necəsiz? Salam çiçək Salam bacı. cırtdan. Ay, necə arıqlamışam, buna bax. Heç mən kənddə qoyunların dalınca qaçanda heç bu qədər arıqlamamışdım. Əməlli başlı üzdü bu Ramazan mənə, ay çiçək bacı. Ay cırtdan. Ay, Eybi bütün yoxdur. günü Ramazandan deyinmişəm bütün ayı. Ki, sən niyə belə elədin? Niyə məni bu günə qoydun axı? Mən səni neyləmişdim, hə? Çiçək bacı,
Bu nə gözəl belə süfrədir. Hə? Bəli, cırtdan gözəl süfrədir. Xoşun gəldi. Çiçək bacı, hələ iftara Özüm var. hazırlamışam. Sən niyə belə əziyyət çəkirsən, belə zəhmət çəkirsən? Ay qarnım, ay, çox arıqlamışam. Halım da yox deyə çox danışmağa. Niyə ay cırtdan? Bütün Ramazanı deyinmişəm deyə, həm də oruc Bəli. olmuşam. Deyinməkdən yorulmusan da Ac mən. qalmışam. Bütün günü ac qalmışam. Mən nə edeyim axı, hə? Heç nə az deyil. Enerjini başqa işlərə xərclə günə. Yox, çiçək bacı. Yemək də məni vəsvəsə edir. Vəsvəsə eləyir, Hə? top yaxşı. Nə olar ki, indi birazdan yeyərik. Ay gözümə görsənir yəqin vaxt tez keçib, ya mən çox deyinmişəm deyə vaxt tez keçib. Yox, yəqin vaxtıdır, azanın vaxtı olar da, hə? Çiçək bacı, hə vaxtıdır. Ay, Hə. düşdü. Ay Allah, necə də. Görsən. Çiçək bacı. Başımı qatdın düşdü yerə. Eybi O qədər deyinirsən ki, sən də. Eyb yoxdur, yeyərik, eyb yoxdur. Ay qar, ay yemək də istəmirəm. Yemək də Hazırdır. Cırtdan, mənə bax. Hə. Niyə narahatsan ki? İndi bir neçə dəqiqədən sonra yeyəcəyik də bunlar. Biraz Azam əvvəl ver. süfrəni düzəldim. Ay, hə, yaxşı, düzəld, eyb yoxdur. Niyə tez düzəldirsən ki, ay çiçək bacı? Hə? Ya, bilmirsən, xəbərin yoxdur. Nədən? Boy, bunun xəbəri yoxdur. Cəmaət namazını qılıb gəlib, bunun xəbəri yoxdur ki, hələ bayramdır. Sən nə bayramı? Günün axırınacan oruç tutmaq istəyirsən? Hə də, bu demirsiniz Ramazan bayramı, yəni Ramazan ayı da oruç tutmalıyıq. Mən də oruç tutmuşam da. Xəbərin yoxdur ki, ay cırtdan, bu gün bayramdır. Nə bayramı? Bəli, fitr bayramıdır. Sən Ola. gözlə bir dəqiqə. Hə? Mən yeməklərin o birisini Dayan, cabra bir dənə. Gəlirəm. Gözlə bir Getdi, dəqiqə. bayram deyir, gedir elə. Bilir ki, bayramlardan xoşum gəlir. Deyir, sözü gedir. Hara gedirsən axı? Pula. Bəs bayram süfrəsindən sənə məlum deyil ki, Bu nə gözəllik, bu nə gözəllik. Axı, ay sən nə eləmisən ay çiçək bacı? cırtdan. İndi deyəcəm nə eləmişəm. Amma indi zəng gəldi. Tərəy Müsabiqədən yağını sonra səninlə danışarıq. Hə, uşaqlar, gedək müsabiqəyə. Uşaqlar, gedək. Getdik. İndi deyəcəm, əl vurma. Bir dəqiqə dayan. Getdi uşaqlar, getdi. Gözlə. Salam dostum, necəsən? Bilirsən də hansı oyuna gəlmisən, hə? Hansı oyuna gəlmisən? Cırtdana gəlmisən, xoş gəlmisən cırtdana. Dostum, adın nədir? Əsnad. Neçə yaşın var? Əsnad. 5 yaşım var. 5 yaşın var. Mən sənə sual verəndə tez-tez cavab ver. Yaxşı? Ancaq sən cavab ver. Yaxşı? Yaxşı. Hə, deməli, Əsnad, bu gördüyün xanalardan birini seçməlisən. Sonra qəhrəman cırtdanla qəhrəman olmağa gedirik. Hansını? 5 açılsın. Görək, la. Getdi. Hə, dostum, yenidən oyunumuza xoş gəldin. Əsnad, bu gördüyün qulaqcıq var ha, bu qulaqcıqla nə edəcəksən? Səslər eşidəcəksən. Yəni nə səsi eşitsən, o səsi deyəcəksən mənə və bu qutudan da həmin doğru cavab çıxacaq. Hazırsan? Başa düşdün oyunumuzu? Nə edəcəyik? Hansı səsi eşidəcəksə, həmin səsin nə olduğunu deyəcəyik, hə? Diqqətlə qulaq as. Başladıq. Qartal. Baxaq görək. La. Aferin sənə. Qulaqların nə qəşəng eşidir sənin. Aferin, əhsən sənə. Hə, dostum, ikinci oyuna hazırsansa, ikinci oyunumuza keçək, hə?
Bəli. Getdik. Hə, dostum, afərin sənə. Deyirəm ki, sənin qulaqların nə qəşəng eşidir. Hə, qəhrəman cırtdanın qəhrəman dostları olar da. Bizdən 60 xal qazanmısan. Təbrik eləyirəm səni və ikinci oyunumuza keçək. Xanalardan birini seç. 6. 6. Açılsın, getdik. Hə, dostum, qəşəng dostum. Deyirəm nə yaxşı sən gəldin, yoxsa qoyunları tək saymağa belə halım yox idi. Deməli dostum, nə eləyəcək? Burada gördüyün qoyunları sayacaq. Sayını mənə deməlisən və sonra əgər görsən ki, kənardan canavarlar gələrsə, tez onu cırtdana deyərsən, yaxşı? Yoxsa canavarı mənə deməsən, həm xal qazanmayacaqsan, həm də ki, gəlib bu qoyunlarımızı yeyəcək, oyunda da qalib ola bilməyəcək, yaxşı? Başa düşdün? Qoyunların sayını mənə deyəcəksən və canavarların gəlişini də deyəcəksən. Getdik! Diqqətli ol, diqqətlə say, la. Canavarları da unutma, toplan hazır qalıb orada. La. Canavar gəldi. Aferin sənə. Qoyunları da saymağı unutma ya. Hə? 10 dənə. Baxaq görək. Aferin sənə. Təbrik edirəm səni. Getdik. Dostum, 120 xal qazandın. Təbrik edirəm səni. Dostum, öz aramızda özün saydın, yoxsa sənə kömək elədilər? Özüm saydım. Özün saydın? Dəqiq. Hə, heç kim eşitmir. Mənə denən, qulağıma denən təkcə. Özün saydın? Özüm. Aferin sənə. Hə, dostum, 120 xal qazandın və cırtdan da sənə 10 xal hədiyyə verir. Təbrik edirəm. Yəni bu da oldu 130 xal. Bu da deməkdir ki, 130 manat dəyərində hədiyyə qazandın bizdən. Təbrik edirəm. Sağ ol. Hə, Çiçək bacı, dedim bayramdır da, düzdür, Bəli. bayramdır. Nə eləyim ki bayramdır? Nə olsun ki? Nə olsun ki? Mən orucumu açmayacağam. Qurtardı, getdi. Söz Aa. vermişəm. Niyə? Gördüm ki, Ramazan mənə bütün günü ac qoyub. İndi deyir ki, bayramdır, gəl yemək ye. Mən də acığa açmayacağam. Yaxşı, sən açma, cəmaət açar. Amma oruç tutmaq olmaz ha. Biləsən. Tuturam. Mən tuturam. Özüm bilərəm. Cırtdan, Hə. bu ayın, yəni ki, Ramazan ayının, əvvəlki ayın. Ramazan ayının qayda qanunu oruç tutmaq idisə, indi Fitr bayramının da qanunu odur ki, o günü oruç tutmayasan. Yox. Mən Ramazanla, mən nəsə xoşum gəlmir Ramazandan. Ramazan bilmirəm niyə, nə üçün, nə səbəbə gəldi, məni ac qoydu. Ondan sonra deyir ki, yeyə bilərsən gündüzü. Bunu bəs səhər tezdən deyirlər də. Mən tezdən durmuşam, yemək yemişəm. Bir də ki, sən əlindəki nə deyirlər? Çox şükür. O qədər danışdın ki, yadımdan çıxdı ki, bunu niyə gətirmişəm. Maraqlı, hədiyyə Uşaqlar almısan bilir də, mənə? sən bilmirsən. Yadıma gəlmir ki, bizim bir qutumuz var idi. Bu qutuda biz sözlərimizi yazırdıq. Doğrudan. Hə, Mən yadıma istəyirəm, düşdü. açıb bir ikisini oxuyum. Yazmısan hamısını? Bəli. Mən burada birini oxumaq istəyirəm. Oxu. Hə, oxu görək nə maraqlıdır. Hə, bax bu birinci gündür. Aha. Deyirəm ki, bax burada yazmışam. Hə, bugün Ramazan ayının biridir. Aha. Mən nə vaxtı səni gözləyirdim. Sən gələndə mən bir ayı bərəkət və rəhməti
daha çox hiss edirəm. Aha. Mən bu ayı həqiqətən çox sevirəm. Bu ayda mən daha çox dostlarımla, o kəslər ki, məhəlləmizdə ehtiyac var, onlara daha çox nəzər edirəm, diqqət eləyirəm ki, bəlkə kimisə ehtiyac var. Məsələn, Mərcan nənə. Bu gün gedəcəm Mərcan nənəyə kömək ilə başlayacağam. Hə, görüm nə köməyə ehtiyacı var. Mərcan nənə, yəni oruclu halda gəlib kömək eləmisən? Bəli, Oruc eləmişəm. deyildin bəsən? Necə? Oruc deyildin? Nə olsun ki, orada yedim. Aa, Onun ləzzəti də elə ondadır da. Yəni halın oldu. Bəli, getdim, sildim, süpürdüm, kömək elədim. Nə yaxşı ki, Ramazan, sən varsan, sən gəlirsən, ayda 11 ayda bir dəfə, bir ayı biz bu qədər rahatlıqla, rəhmətlə, bərəkətlə keçirdə bilirik. Hə. Bu mənim hansı Birinci günü idi də, Bəli, söhbəti birinci bir- günü idi. Mən istəyirəm 19-cu günün Oxuyursan, Məktubum 19-u da yazmısan. bəli, 19-cu gün. Elə bildim eləməyəsən, sən. Yox. Hə, bu gün 19-cu gündür. 19-cu gün, yəni biz bu gün ata-anam da həmçinin nənə babam oyaq qalırlar. Səhərə qədər ibadətlə məşğul olurlar. Mən də bu gün o cür eləyəcəm. Bu gün mənim üçün bir fürsətdir, bu gecə mənim üçün bir fürsətdir ki, bərəkətindən istifadə edim və öz əməllərim barəsində düşünüm, fikirləşim. Hə, nə yaxşı ki, sən varsan, gəlirsən və biz də öz əməllərimiz, illik etdiklərimiz barəsində düşünə bilirik və bu gecənin rəhmətindən bəhrələnə bilirik. Hə, cırtdan. Şey bacı, maraqlı yazmısan ha, öz aramızdır. Mən dedim yəqin yazarsan ki, acından ölürəm. Necə? Dedim yəqin yazmış olarsan ki, ölürəm acından. Hə, cırtdan. Yox, acından ölməmişəm. Şükür Allaha, saf basağam, daha da yaxşıyam. Deyirəm, zəngin səsi gəlir, gedək, Hə. dostumuz da gözləyir. Müsabiqəyə gedək, uşaqlar. Getdi. Salam dostum. Cırtdanın müsabiqə oyununa xoş gəlmisən. Adın nədir? Rüqeyya. Rüqəyyə. Neçə yaşın var? 7. 7 yaşın var. Oyunumuza qoşulduğuma sevinirsən? Bəli. Onda qəşəng, enerjili oyun oynayaq, yaxşı? Hə. Yaxşı. Bu xanalardan birini seç. Yəni mənə denən mən açım burdan. Sonra gedək oyunumuza. Hansını açaq? Tez ol. La 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 la. Hansını açaq? Üçüncü xana açılsın. Getdik. Dostum. Maraqlı oyunumuza gəldik və bu oyunumuz bilirsən necədir? Burada 18 dənə qutu görürsən, düzdür? O qutuların altında müxtəlif əşyalar qoyulacaq və sən bizə vaxtın qurtarana kimi doğru qutuların cavabını deməlisən. Yəni o qutunun nə var? Yaxşı? Hazırsan? Yaxşı. Başa düşdün? Bəli. Nə edəcəyik? İyi görün. Bax, qutular açılır, gördün indi. Afərin. Hə, indi bu qutuların içində nə varsa tez-tez deməliyik. Bir də bax. Tez ol, getdi. Birinci kutuda marojna. Görək birinci qutuda dondurmadır. Afərin. Sonra? Sonra? 17'de ayakkabı. 17'də ayaqqabı. Sonra? Afərin. Sonra? Tez-tez denən vaxtı azalır. 9'da banan. Neçədə? 9'da banan. 9'a baxaq görək banandır. Ay, yox, qələm yonandı. Sonra?
Denen. Denen. La 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 la. Qələm. Onda qələm. Onda görək qələmdir. Baxaq. Banan ondaymış. Hə, sonra Dobart. Sonra qələm. tez ol. Sonra 11-də. 11-də. Tez ol, vaxt azalır. 11-də papaq. 11-də görək nədir? Almaz imiş. Sonra vaxtımız qurtardı. Eybi yoxdur, narahat olma. Getdi ikinci oyunumuza. Hə dostum, 20 xal qazandın. Təbrik edirəm səni. İndi ikinci oyunumuz üçün bir dənə xana seç. Hansını açaq? Hansı xalanı seçirsən? 5. 5-ci xana açılsın. Getdi. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qoyunları sayacaqsan və mənə cavabı deyəcəksən. Amma doğru cavabı deyəcəksən, diqqətli ol. Bir dənə də bir şeyə diqqət eləməlisən ki, görsən ki, kənardan canavarlar gəlir. Canavar gəldi. Deyərək mənə denən ki, bizim toplan da getsin, o canavarı qovsun. Yaxşı? Həm qoyunların sayını deyəcəksən, həm də canavarın gəlişini. Getdi! Canavarlara diqqət və qoyunun sayına da diqqət. O 5. Hə? Canavarlar gəlir. Canavarlara qaçdı və diqqətli say. Canavarlara xəbərini mütləq dinən. Çünki onlar girsə qoyunlara, sən uduzacaqsan. Canavarlar gəldi. Baxaq görək. Aferin sənə. Doğru cavab dedin. 14 dənə qoyunlarıydı. Getdi. Nə? Hə dostum, sən bu oyunda 80 xal qazandın. Yəni 80 manat dəyərində hədiyyə qazandın. Təbrik edirəm səni. Xoşva gəldi oyunumuz. Sağ ol. Xoşva gəldi. Bəli. Dostlarıma da deyərsən ki, bizim oyunumuza qoşulsun. Yaxşı? Sağ ol. Sağ ol. Hə. Uşaqlar, baxın, mən bir dənə cırtdan üçün düzəltmişdim də, yanınıza gəlirsə. Biz bunu açdıq, cırtdana da verdim, oxusun öz sözlərini görün, mənə maraqlıdır. Bilməm olmağı nədir? Təxminə eləmişdim. Çiçək bacı, yazmışam yazmağına. Amma gülməyəcəyinə söz ver. Niyə? Nə bilim, maraqlı bir şeylər, xatirələr yazmışam da. Nə bilim. İndidən gülməyim gəlir amma. Güləsən. Bəli. Gülməyəsən də yaxşı. Yaxşı Söz oxuyuram. Gülmə ya. Yaxşı, yaxşı. Hə. Uşaqlar siz də gülməyin. Hə. Cırtdanın birinci günü. Ramazanın çaşdım. Birinci günü. Yazmışam ki, vay, ölürəm acından, getdim, yıxıldım. Bu nə zülümdür. Bu nənənin yağlı çörəkləri hardadır axı? Mən necə eləyəcəm? Kabuslar görürəm. Görəsən iftara sağ çıxa biləcəm, yoxsa yox? Vay, cırtdan nə yazmışsın? Nənənin yağlı çörəkləri. Yəni birinci gün belə yazmışam. Gülmə. Yaxşı. Sonra gülmə deyirəm sənə. Yaxşı, Səmimi yox. olmuşam da, Mən çiçək gülürəm, bacı, səmimi aa. olmuşam da. Demədin səmimi yaz. Mən də həmin günü bu hissləri keçirdirdim. Yaxşı. Hə. 5-ci günü. Ramazanın 5-ci günü. Bu gün biraz daha az acıdım.
Daha gözümə yağlı çörəklər az-az görünürdü. Aha. İşlərimin dalınca getmişəm. Nənəmə də kömək eləmişəm. Yəni bu 5-ci gün belə olub. Aha, 5-ci yavaş-yavaş günə qədər düzəlir. ağlamışam, yəni. Oxuyuram. Hə. Deməli, Ramazan ayı əvvəl səninlə çox yola getmirdim. Elə bilirdim ki, gəlmisən mənimlə ədavətə. Yemə, içmə, onu eləmə, bunu eləmə. Amma sonra xoşum gəldi səndən. Bilmirəm niyə, amma belə özümü sağlam hiss eləyirəm. Özümü yaxşı hiss elədim, qıvraq hiss elədim. Mən elə bilirdim ki, insan bütün günü yemək yeməsə, yəni bir neçə saat yemək yeməsə, ölə bilər. Amma sən demə, daha da sağlam olurmuş. Bəli. Ona görə də mən səni çox sevdim. Düzdür, yenə də acıram, amma ki dözürəm də. Belə hesab eləyirəm ki, güclü olmuşam, böyümüşəm, güclü olmuşam. Hə. Sonra sonra da çiçək bacı zəng gəlir. Sonra oxumayım da, başqa şeylər var. Zəng gəlir. Hə, Yaxşı. Gedək zəngə. Amma bir söz deyim. Hə. Əvvəl gərək orucumuzu açaq da. Bəsdir. Yox, mən açan deyiləm. Uşaqlar, biz gedək müsabiqəyə. Mən bunu orucunu açdırım. Belə olmaz. İstəmirəm də. Hə, uşaqlar getdik müsabiqəyə. Getdik uşaqlar, getdik. Bura bax, bura bax. Gəl bunu. Mənə bax. Mənə bax. İstəmirəm də. Salam mənim dostum. Necəsən? Yaxşıyam. Adın nədir? Sən necəsən? Mən də Fatimə. yaxşıyam. Oyunumuza xoş gəlmisən. Əvvəlcə özünü təqdim elə, sonra keçək oyunumuza. Adın və yaşını denən. Sizin adınız nədir? Sən adını eşitmədim. Bir də denən. Fatimə 12 yaş. Fatimə 12 yaş. Aha, mən də cırtdanam da, məni tanımadın. Ayıb olsun sənə. Qəhrəman cırtdanı tanımadın sən. Hə, Fatimə, hazırsansa başlayaq oyunumuza. Bəli. Getdik. Deməli, Fatimə dostum, bu xanalardan birini seçməlisən və biz oyunumuza başlamalıyıq. Hansını seçirsən? Sən denən, mən buradan açacağım. 5. 5 açılsın. Getdik oyunumuza. Dostum Fatimə, gör nə gözəl oyunumuz çıxdı. Deməli, bu kasaların altında, yəni birinin altında yumurta var. Bilirsən də kasa oyunu necə olur? Yumurtanı bir kasanın altında gizlədirlər və kasaları fırladırlar. Həmin yumurta olan kasanı da biz tapmalıyıq. Hazırsan? Hazırsan? Bəli. Başladıq. Görürsən də nə qəşəng kasalardır. Cırtdanın şəkilləri var üstündə. Yumurtaya da diqqət elə. Fırlanacaq, fırlanan kasanı izlə mütləq. Ay, nə qədər fırlandı. Hə, hansındaydı? Ay. Hansındadır? Fatimənin də başı mənim başım kimi fırlandı. Hansındadır? Ortancında. İkincidə baxaq. Afərin sənə. Təbrik edirəm. Gəl yenə təkrar oynayaq. Yenə başlasın fırlanmağa. Diqqətli oluruq. Kasaların yerini göstərəndə mənə birinci, ikinci və yaxud da üçüncü denən, saniyənin yanında olan birinci, orta ikinci, digər tərəf isə üçüncü sayılır. Birinci. Birə baxaq.
Aferin sənə dostum. Gözlərin çox qəşəng görür. Getdik 3-cü dəfə də oynayaq. Xoşum gəldi oynamağından. Aha. Diqqətlə baxırıq. Hansındadır? Ortancında. Mən də ortanı deyirəm. Görək hansıdır? Aferin ikimizə də. Qalib oldun. Təbrik edirəm. Gedək görək nə qədər xalımız var. Getdik. Dostum, 60 xal qazandın. Yenidən bəlkə oyun oynayaq. Hə dostum? Oynayaq. Bir dənə xana seç onda. 2. 2. Getdik oyunumuza. Dostum, bu gördüyün sual işarəsi olan qutuların altında söz var. Yəni biz bu sözü tapmalıyıq, bu kəlməni tapmalıyıq. Nə cür tapacağıq? Bizə kömək olaraq şəkil göstərəcəklər və biz o şəkillər vasitəsilə nə edəcəyik? Cavabı tapacağıq. Başa düşdün oyunumuzu? Bəli. Onda açılsın şəkillər. La la la. Görəsən nədir? Görəsən Fatimə dostumuz bu oyunda da qəhrəman olacaqmı? Yumurtanı nə qəşəng tapdı. Odun, qələm, boyalar, rəngli boyalar və rənglənmiş divar. Nə ola bilər bu? Divarı nə ilə rəngləyə bilərlər? Qələm, Boya ilə. rənglər. Yox, Boya. boya deyil o birisi. Nə ola bilər o birisi? 2 sözdür, 2 söz. Qələm, rənglər, odun. Nə ola bilər? Fırça. Yox. Qələm və rənglərə diqqət elə. Bunları birləşdirəndə nə olur? Rəngli qələm. Rəngli qələm baxaq görək. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirəm səni. Gedək görək neçə xalımız oldu. Getdik. Dostum, Fatimə 120 xal qazandın. Təbrik edirəm səni. Və bu da o deməkdir ki, 120 manat dəyərində hədiyyə qazandın bizdən. Təbriklər. Çox sağ olun. Çox sağ ol ki, bizim oyunda iştirak elədin və digər dostlarıma da bildir ki, gəlsin qəhrəman cırtdanla oyun oynasınlar və hədiyyə qazansınlar. Sağ ol. Sağ ol. Sağ ol. Hə uşaqlar, bəli, siz bu ayı demək olar hamısını oruç tutmusunuz. Ola bilər bəziləriniz zəif olmusunuz, yarısını tutmusunuz, amma olsun da yenə də orucu tuta bilmisiniz. Eybi yoxdur. Yaşınız çatanda daha güclü, qüvvətli olarsınız və tutarsınız. Hə uşaqlar, baxın, indi ki siz oruç tutmusunuz, sizin bədəniniz artıq aclığı öyrəşib. İndi mən sizə bir sual verim. İndi orucu açandan sonra ki açmısınız, necə yemək lazım? Çox yemək olar? Necə? Əhsən. Amma bəziləriniz də dediniz, hə, olar. Olmaz ha, uşaqlar. Bədəniniz artıq öyrəşib.
acılığa öyrəşib birdən-birə siz çox yesəz, sizin mədəniz, qarnınız ağrıya bilər. Ona görə də bilirsiniz necədir? İnsanlar çox gözəl yaradılıb, çox gözəl bir varlıqdır, zərif bir varlıqdır. Yəni hər şey Allah insanın bədənində hesablanmış şəkildədir. Elə yaradıb ki, hamısı hesablanıb. Ona görə də sizin bədəniniz artıq bir müddət ki, yemədiniz, artıq bədəniniz öyrəşir. Öyrəşdikdə də siqnalı o vaxtı verir ki, siz yemək yeyirdiniz. Məsələn, iftar vaxtı artıq bütün orqanlar hazırlaşır ki, bəli, yemək gələcək. Ona görə də mən sizə nə demişdim? İftarda da az yemək lazımdır da. İndi də həmçinin. Artıq bir aydır sizin bədəniniz o aclığa öyrəşdiyi üçün gərək birdən yeməyəsiniz. Baxın, uşaqlar, sizin bədəninizdə təmizlik gedib. Qəşəng məsələn, hər şeyi təmizləmisiniz. İndi siz yeməkləri bir-birinə qatsanız nə olar? Çox pis olar. Məsələn, baxın, insan bədənində hər şeyi birdən qəbul etmək olmaz. Baxın, şirin yeyəndə başqa proses gedir insan bədənində. Şor yeyəndə başqa proses. Ona görə də bir yerdə yemək olmaz. Məsələn, yeməklə su içmək olmaz. Niyə? Bədənimiz ağrıyar. Artıq hərəsi ayrı-ayrı proseslərdir. Yeməklə meyvə yemək olmaz. Niyə? Çünki hamısı ayrı cür həzm olur, ayrı cür bədənimizdə yayılır. Ona görə də uşaqlar bunlara diqqət edin. Həmişə yemək yeyəndə yaxşı yeyin, düzgün yeyin. Ay qarnım. Ay. Bəli, uşaqlar. Cırtdan yenə də başına bir oyun gətirib. Ay, tərpənə bilmirəm. Tərpənməzsən də cırtdan. Ay. Kim bu qədər yesə, tərpənə bilməz. Mən sənə dedim ki, ancaq orucunu aç. Sən nə elədin? Çiçək bacı. Bəli. Bir qab yedim də. Çox yemədim ki. Ay, Ay, cırt. ay, qarnım ağrıyır. Ay. Baxın, cırtdan yedi. Ay, 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 ay. Bu qədər nə elədi? Mən danışdıqlarımın əksini elədi və qarnı ağrıdı. Çiçək bacı. Yedim də bütün gün ac qalmışam. Bütün günü ac qalmışam. Bəs özün demədin ki, cırtdan, gəl, orucunu aç. Dedim. Amma demədim ki, bütün yeməkləri hamısını birdən ye. Mən sənə dedim ki, az-az ye. Bəli, başa düşürəm sizi. Bayram süfrəsidir, ananız gözəl yeməklər bişirib, nənələrin yeməkləri, analar yeməkləri keçilməzdir. Amma az miqdarda. Orucu açdınız, su içdiniz, biraz gedin fırlanın. Sonra gəlin biraz da məsələn çay xurma için. Elə şey olar çiçək bacı. Yox, bir damcı yeyim, gedim fırlanım, gəlim, sonra yenə yemək yeyim. Düz demən sən qulaq asıram asmağına. Amma ki mədəm qulaq asmır. Mədə deyir ki, cırtdan, dolmadan da ver, yarpaq dolmasından da ver, kələm dolmasından da ver, o xiyardan, pomidordan, düyüdən, aşqarasından, o kompotdan da biraz iç, qurt iç. Sonra yedim hamısını. Əlbəttə ki, bomboşdur. Hə? Yəni içi qutarıb da. Yəni. Hə, Bir şey yanırdım da. qalmayıb. Yanırdım da susluqdan. Ondan sonra yedim, bir də gördüm ki, pis-pis səslər çıxır. Mədə artıq yoxdur. Sən gərək bir neçə gün rejim saxlayasan ki, sən bu mədən özünə gəlsin. Ay, qaytarmaq istəyirəm. çiçək Yaxşı, bacı. cırtdan, bəsdir, sən al, ürəyim çıxdı. Bitər elədin sən məni. Bir qəşəng sözə qulaq asardın da, nə olar axı? Ay, Elə deyil ay, uşaqlar. ay. Çiçək bacı, bu yeməklər çək gözümün uşaqlar, qabağına. indi bax, bilirəm, süfrə arxasında oturmusunuz, amma ki, xahiş edirəm sizə Ay, cırtdan qarnım, vəziyyətinə ay. düşməmək üçün qəşəng oturun Ay, bir səliqə şey ilə. elə də çiçək bacı, bir şey elə qarnım ağrıyır, ölürəm axı ağrıdan çiçək bacı. Mən bir şey eləyərəm birazdan, narahat olma, amma inanmıram bu dəqiqə düz gəlsin. Nə versəm elə mədədir də yazıq Ay, şaka düşür. çiçək Yəni yer bacı. var ki, denən bir yer saxlamışammı ki bu bacı. mədədə? Ay, çiçək bacı. Hə uşaqlar, çətinlik çəkdiniz? Fikirləşirsiniz ki, içində sarı maya nə ola bilər? Biz onu səhər-səhər yeməyi çox xoşlayırıq. Adətən onu toyuqlardan əldə edirik. Tapdınız? Tez yazın, göndərin, çoxlu hədiyyələr qazanın. Yazın cırtdana, la. Hə, cırtdan, yaxşı oldun biraz. Hə, biraz yaxşı oldu. Çox sağ ol. Amma cırtdan,
Bir neçə gün gərək özünü oruc kimi aparasan. Bəli. Niyə? Çünki də bu oruc mədə deyirik. elə zülm elədin ki, yəni o mədə yazıq özünə gəlsin gələ bir müddət. Uşaqlar siz də həmçinin lap mədəniz ağrıdı, ağrımadı. Bir müddət gərək az yeyin ki, özünüz öyrəşəsiz də. Cırtdanın gününə düşməyəsiz də. Yəni. Adam çox yeyəndə də bir tər olurdu, Çiçək bacı. Düzdür, adam gözü doymur. Belə ondan istəyirsən, bundan istəyirsən, ondan istəyirsən, qarışdırırsan, sonra da belə qarnımız ağrıyır. Bax Cırtdan, mən bir söz deyim. Bax biz bu orucu niyə tutduruq? Niyə? Tuturuq ki, iradəmizi idarə eləməyi öyrənək. Məsələn, yəni burada ki sən deyirsən dözə bilmədim, yəni o mənə deyirdi yemədi. qutuda yazmışdı. Yəni bütün oruc boyu bu işi görürdün də, yeməklər adama gəl deyirdi, amma sən yemirdin. Ona görə də belə eləmək. Məsələn, oruc vaxtı yadıva sal. Necə dözürdün, necə saxlayırdın özünü? Uşaqlar sizdən. Düz deyirsən, Çiçək bacı. Gərək yeməyimizə də diqqət eləyək, riayət eləyək. Əgər sağlam qalmaq istəyiriksə, yeməklərimizə mütləq diqqət eləməliyik. Bəli. Çox yeməməliyik, az da yeməməliyik, amma normal yeməliyik də. Düzdür. Nənəm deyir ki, süfrədən doymamışdır. Bəli, insanın sağlamlığına birbaşa aid olan bir şeydir. Yəni elə gözün yeməkdə qalmalıdır əslində. Nənəm də onu deyir. Bəli. Bir də Çiçək bacı, o qutu düzəltmişdi ya. Qutuda olan mən o yazılarımı kitab düzəldə bilərəm. Bəli, çox gözəl Nə olur. qəşəng. Əla olar. Yazaram. Birlikdə düzəldərik, qəşəng. Sonra da onu uşaqlarımıza göstərərik və uşaqlar əslində düzəltsinlər, bizə göndərsinlər Uşaqlar da, şəklini. uşaqlar siz də düzəldin. Ramazanın əvvəlində qutunu açın, yəni qutunu düzəldin. Ramazanın birinci günündən ürək sözlərinizi yazın. Yəni necə keçirdiniz? Nə Artıq tür keçirdiniz? yazıblar. Ramazan haqqında necə təəssüratlarınız var? Hamısını yazın, göndərin bizə. Həm ora atın, sonra da bizə göndərin. Bəli. Bəlidir, uşaqlar ki düzəldiblər, həqiqətən eləyiblər, onların videosunu, şəklini bizə mütləq göndərsinlər. Mütləq. Hara göndərəcəklər Cırtdan? Aşağıdakı qeyd olunan Aşağıdakı nömrələrə Bəli. həm onları həm müsabiqədə iştirak etmək üçün, həm tapmacanın cavabını və veriliş haqqında məlumat, yəni veriliş haqqında təəssüratlarını bizə yazıb göndərsinlər. Mütləq, uşaqlar gözləyirik. Sağ olun. Bugünlük bu qədər uşaqlar. Salamat qalın, sağ olun. Sağ olun. Mən getdim evə, oynamağa gedirəm. Hə, yaxşı, gedək. Getdik. La 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 la.